Salam değerli izleyiciler. 4-cü Galatasaray Beşiktaş derbisinin azarkeşlər arası derbisi maçına hoş gəlmisiniz. Bu oyuna qədər hesab 2-1 Galatasarayların xeyrinə olsa da bu maçda görək nə olacaq. Beşiktaşların hücumu burada sakit topu saxlayır. Uzaqlaşdırır. Avuta çıxır top. Qapıcı Orxanı görürsünüz. Burada istəyirəm səslə görə üzrlü sayın. Galatasarayın heyətinə başlayır. Qapıda Ağa, müdafiədə Emin Mehdiyev və Sakit Əhmədov. Ortada Kamal Mustafazadə, hücumda Can Mirzə və Kamal Mustafayev. Burada Sakit qapıcısı ilə oynayır. Ağa uzun oynayır. Rakip topu saxlayır, amma Kamal ondan alır topu. İndi Beşiktaşlılar sanki bir-birini keçməyə çalışdılar. Burada Beşiktaşın zərbəsi out. Beşiktaş heyətində qapıda Orxan, əsas heyətdə Pünhan, Rəşad, Rəşid, Ramil, Ruslan və İlqar var. Sakit Kamrana bırakır topu. Kamran arxasını çöndür. Kamal orta boşluq dedilər. Pasını verdi. Can Mirzə topu itirdi. Ramil, Kamalın pası Can Mirzədən uzun top qapıcı Orxana elə gəlir. O da uzun oynuyor. Rəşid saxlaya bilmir topu. Emin out yeni tezək. Can Mirzəyə ötürür. Can Mirzə ram edə bilmir topu. Qaranlıqdan oradakı oyuncunun kim olduğunu görə bilmirəm. Kamran qaytarırlar. Emin'in pası Kamrana. Orxan uzun. Rəşid Sakit komandasını işin çətinə salır, amma Ağa xilas edir. Hələ ki başa-baş oyun gedir. 3-cü dəqiqədə artıq Rəşidin zərbəsi Ağa. Top yenidən Rəşidin nəzarət altına alta çıxır. Rəşid pas Ramil. Rəşid gəlişinə zərbə yenə out. Beşiktaşın qismən üstünlüyü var oyunda. Burada stadion sahibi qardaş Sakit və Rəşidə ayaqqabılar, butslarını dəyişmələr barədə iradlarını bildirir. Oyun qismən yavaşlayır. Burada Sakit və Rəşidi gözləyirik. Heyətlərdə qismən Beşiktaşın heyətində fərq yarada biləcəyi oyuncular var. Lipalar olduğunu unutmayaq. Galatasarayın heyəti təbii ki həvəskarlardan qurulu heyətdir. Burada Sakit, Kamran dözmür, Sakitdən topu alır, ötürür Kamala. Kamal gedir, hələ də gedir, stadion bitir. Orxan Ramil Sakit topu alır. Pası keçmədi. İndi Beşiktaş hücumu. Pas Rəşid akrobatik zərbə ilə vurmaq istədi, amma Ağa qapısına diqqətlidir. Sakit pası Kamrana. Kamran Pünhanı geridə qoydular. Emin Kamran. Galatasaray təhlükəli ola bilər bu üçün. Kamranın zərbəsi qarşılayırlar Beşiktaşlılar. Kamran ağa yeni tezək. Yanında Emin var. Bıraxdı. Kamran oynadı. Uzaq üçüncə. Yoxladı Kamran, amma mikrofondakı sırtılar sağ olsun. Ramil'in pası sağ sınavda hücum Beşiktaş'ın. Burada Emin ters top ve Ağa topun sahibidir. Sağda Sakit, karşısında Pünhan. Sakit'in pası Kamran saxlayabilmədi. Orxan
Sakit topu saxlayır. Emin oynayır. Emin etrafında 3-5 yaşda var idi. Çamala ötürdü. Çamaldan Can Mirzəyə. Can Mirzə topu itirir. Günhan en son Günhan değən top out'a gedir. Can Mirzə saxladı. Rəşid topu alır ondan. Kamuranın zərbəsi Orxan yaxşı çıxardır. Kamuranın zərbəsini də qeyd etmək lazımdır. Kamal üçün zərbəsini yetirəcək. Bütün oyuncularla hücumdadır Galatasaray. Beşiktaş oyuncularına dəyərək qapıya gedir və Galatasaray 1-0 ön keçir maçın 6-cı dəqiqəsində. Burada Ramil Sakit qarşısına alır. Pasını ötürür Kamrana. Kamran top saxlaya bilmədi. Rəşid top saxlayır. Sakit Emin var ətrafında. Pasını ötürdü. Zərbə gəlmir. Zərbəni Can Mirzə xilas etdi. Sakit uzaqlaşdı amma çox da yaxşı olmadı zərbə. Aldı. Sakit pas Camaldan pas yenidən Sakit. Qarşısında Rəşid var. Keçməyə çalışdı. Olmadı. Out. Kamal. Sağda Kamran vardı. Kamran zərbə fake attı. Solda Kamal və Can Mirzə var. Zərbəni seçdi. Kün zərbəsi. Kün zərbəsini yetirəcək Kamran. İlk gol belə gəlmişdi. Bu səfər heç kim yoxdur ötürdüyü yerdə. Kamal keçdi rəqibini. Pas Ramildən Rəşidə. Rəşidin pası biraz yüksək qaldı top. Kamal pas Kamran qəşəng pas idi. Qəşəng olmuşdu Kamran. Boşda qalmışdı Kamran. Heç kim tutmurdu onu. Amma zərbəsi dəqiq olmuş. Orxan uzaqlaşdırdı. Emin qarşıladı. Burada Rəşad. Ramilin zərbəsi çox yaxşı idi. Çox sərt idi. Amma bir o qədər yaxşı seyrəkdir. Ramil pasını verdi. Emin qarşıladı. Ramilin növbəti pası heç kimə dəymir. Out. Kamal Kamranı gördü yenə. Kamran açdı. Dəqiq olmur bu zərbədə. Bu dəqiqələrdə qarşılıqlı əks hücumlar şəraitində keçir maç. Orxan gözləyir Boşdan boş yere çıxmağını. İndi pası Ağa çıxardır. Rəşid out yerini yetirəcək. Ramili görmək istədi. Sakit qarşıladı. Kamran Can Mirzə və Sakit qarşıya çıxdı. Kamranın pası Sakit istiqamətdən. Sakit saxladı. Keçə biləcək mi rəqibini? Keçə bilmir. İlqar pas Rəşad topladı. Orxan pası Rəşidə. Rəşid qarşısında Emin var. Rəşid Emin döşək həmlə Kamala dəyən top out. Rəşid Sakit mi o qarşılayan? Bəli. Kamal, Emin, Rəşad 2 nəfər qarşısını keçdi və burada Ağa topu tutdu. Çox qəşəng oynadılar Galatasaraylılar burada. Kamran indi hücuma çıxmaq istəyir Galatasaraylılar. Kamran pas Sakit gedir. Çevrildi. Pası keçmədi. Qayda pozuntusu var orada. Sakit rəqibinin ayağına vurmuşdu. Topu da centilmencə fair play edərək Galatasaraylıların fair play bilirsiniz. Galatasaray və fair play sinonimlər. Neysə, davam edirik. Kamran zərbə vura bilmədi. Orxan pası out. Emin yetəcək out'u. Galatasaraylılar öndə olmaqlarına rəğmən niyə bu qədər tələsirlər?
Pünhan. Karşısında Can Mirza var. Pünhan. Keçmeye çalışır onu. Kesebilir ismen. Ama Emin'i kesebilmir. Can Mirza. Emin. Emin. Zərbə mövqeyi. Zərbəsi. Dedim yəqin toruz duracaq. Pünhan. Emin'i keçir. Zərbə mövqeyi. Yaxşı. Boş. Ərazi açılmışdı onun üçün. Amma zərbəsi dəqiq olmur. Ağa Eminlə oynayır. Emin çox mu gözlədir? Ramili keçir. Pası Kamrana. 50 oyun var idi. Bitişi iddiaları, amma Galatasaraylıların şönliyi bəhrə verir və Emin fair play nümunəsi göstərir. Növbəti fair play Galatasaraylılardan. Orxandan İlqara. İlqarın zərbəsi. Beşiktaşlar yəqin ki fair play nümunəsi göstərmək istədi, amma out Beşiktaşa. Pünhan. Ramil. Pas Pünhana. Emini keçebilir. Pünhan Ağanı keçebilmir. Sakit uzaqlaşdırır. Xətt üzərində həmlə Sakitdən. Kamran. Burada Rəşad qapıcısı ilə oynayır. Əslində 50 oynamaq olardı burada. Yəni, topu ilə saxlamaq olardı. Orxan bunu Türklər demiş tercih etmədi. Arda ikinci zərbəsi olacaq. Kamranın pası bir-birini başa düşmədilər. Kamranla Kamal. Ramil. Kamal uzaqlaşdırır. Can Mirza çatacaqmı? Çatmadı. Sakit qarşılayır, amma Beşiktaşın hücumu davam edəcək. Emin uzaqlaşdırır. İlqar. Qarşısında Emin var. Pünhan. Burada hava topunda bir toqquşma. Səhv eləmirəmsə İlqar akrobatik zərbə vurmaq istəyərkən Ağanın qarnına vurur. Daha doğrusu Ağa ayağını mı tutub orada? Sakit sürətə başlamaq istədi, amma Beşiktaşlılarda İlqar səhv eləməmsə. Bəli, İlqar zədələnərək meydanı tərk edir. Rəşid. Qarşısında Emin var. Sağına çöndü, fikirləşdi. Ramil ilə divar pası. Rəşid sağa meyilləndi. Geri dəqiq zərbə. Emegara, taca gitti top. Kamal. Pası Can Mirza istiqamətində idi yəqin ki. Rəşid Emini keçir. Rəşad var burada, görə bilər, görür. Rəşad sağa doğru meyilləndi. Kamran keçənmir. Kamranla Qalatasaray küsünür. Kamran zərbə və gol. Maçın 14-cü dəqiqəsində Kamran özünün birinci, komandasının ikinci qolunu atır. Beşiktaşlar yenidən mərkəzdən başlayır. Pünhan. Yenə heç kimi dəlmir. Top Ramili düşünmüşdü. Ağa qapıdan zərbəni yenə etəcək. Uzun oynayır, halbuki tələsmək lazım değildi. Orxan sürətlə başlayır Beşiktaş. Sağ sınavdan hücum. Ramil pası. Rəşid kəllə ilə vurmaq istədi. Outa getdi top. Qapıdan zərbə. Ağa Can Mirzəni gördü. Rəşid. Pası Ramil. Tək top saxladı. Ramilin zərbəsi out. Ağa uzun oynadı. Kamran istiqamətlə. Kamran topu saxlaya biləcəkmi? Təəssüf ki, bacarmır. Amma indi alabilir. Rəşid. Daha doğrusu Pünhan. Üstürəm. Sakit. Ramil'ə gələn topun qarşısını kəsir. Out Beşiktaşın. Rəşid. Ramil. Zərbə mövqeyi. Ramil asıldı. Zərbəsi
Ağa barmaqlarının ucuyla son anda ağa. Rəşid, Ramil buraxsaydı Pünhan zərbə mövqeydi, amma Can Mirzə topu alır. İndi üçün Qalatasarayın ola bilər. Emin'in zərbəsi Orxan barmaqlarının ucu ilə çıxartdı. Çox böyük bir şansı qaçırır Galatasaray. Kamran pas, Can Mirzə asılmışdı amma qapdı. İndi Kamal alırlar ondan topu. Beşiktaş Əksuma cavab verir. Kamal topu ala biləcəkmi? Burada Pünhan pası, daha doğrusu Rəşidin pası, indi Pünhan. Eyni formayı ciniblər demək olar ki, qarşıdırıram zərbə, ağa çıxartdı. Rəşidin zərbəsini ağa möhtəşəm reflekslə çıxartdı. Rəşid pas, Pünhan qarşısına almaq, Pünhanın zərbəsi ağa yenə çıxartdı. Kamran out Beşiktaşın. Out'u Rəşid yenə itirdi. Pünhan açıldı. Zərbə mövqeyini axtarır. Kamalı çəkdi Pünhan. Kamal qayıdır. Topu out'a çıxardır. Pünhan, Ramil. Rəşidin zərbəsi Emin. Rəşid fırlanır. Emin topu aldı. İndi üstünə çıxmaq istəyir. Emin. Sağda Can Mirzə. Can Mirzə zərbə mövqeyi pası Kamrana. Kamran. Gözlər bir-birlərinə döndü. Penalti istədilərmi deyə düşünürəm. Amma burada Real hücum, Real gol şansı out. Orxan qaptan zərbəni yenə itirir. Out. Ağa qaptan zərbəni yenə itirəcək. Pas Kamal. Yaxında Emin və Sakit var. Sakitlə oynayır. Sakitin pası Kamran istiqamətində deyərdim ki, qarşılayırlar. İndi Rəşid. Can Mirzəni keçməyə çalışacaq. Keçir, amma Kamalın zərbəsi Orxan çıxardır. Yine Rəşid. Arxasında Can Mirzə var. Keçdi Can Mirzəni. Rəşid. Açıldı. Solda Pünhan gördü. Pünhan. Qarşısına bağladılar. Kamal topu aldı. Top Pünhan'dan çıxıb. Ağa qapıdan zərbəyə yetirir. Pas Kamrana qarşıladılar Beşiktaşlılar. Kamal. Zərbə mövqeyi. Pas. Sakit'i gördü. Sakit zərbəsi Rəşid. Qaydan top. Burada bir tanga dans figurlarını göstərir Sakit bizə. Rəşad. Pası. İlqar. Keçdi ağanı. Burada qarşılıq. Top kimdən çıxdı? Galatasaraylılardan. İlqar üçün zərbəsini yetirir. Pas, zərbə çox bərk oldu. Çox arala keçdi. Rəşadın zərbəsi. Havadan pas. Kamran çatmadı topa. Out. Kamran. Rəşid aldı topu. Kamran qəşəng girir topa. Pünhan. Pas. İlqar. İlqardan Rəşidə. Rəşiddən yenə İlqara. Çox rahat vəziyyət. Zərbə və gol. Qarşısına almadılar. İlqar hesab arasında ki, fərqi 1'ə indirir maçın 19-cu dəqiqəsində. Kamran zərbə ilə başladı. Orxan. Yəni hesabda öndə olarkən bu rəhbərlik eləməkdir. İlqar keçdi Kamalı, pasır Rəşada. Rəşaddan yenə İlqara. İlqar, Pünhan. Qarşısında Emin var. Pünhan keçir, pasını ötürür. Sakit. Ağa. Top ağadan çıxır. Üçüncü zərbə olacaq. Pünhan. Pas. Emin. Uzaqlaşdırır. Out. Rəşid. Zərbə. Sakit bloklayır. Emin zərbə vuramadı. Can Mirzə uzaqlaşdırır. İlqar.
Kamal var qarşısında. Rəşid uzaqdan pası Ramil istiqamətinə idi mi? Xeyr. Rəşad istiqamətinə idi. Pünhan. Pas İlqar. Pasını verdi Rəşad. Ağa Can Mirzə uzaqlaşdırmaya çalışır. Kamal uzaqlaşdırır. Out Beşiktaşın. Rəşid keçir Kamalı. Rəşid pası Rəşada. Rəşadın pas zərbəsi Eminə dəyən top. 3-cü zərbəsi. Yerinə yetirir Beşiktaş. Dərhal zərbə out. Ağa yenə uzun oynayır. Və yenə top ikisi. Can Mirzə kəllə ilə qarşılamaq istədi. Topu itirdi Qalatasaraylılar. Kamran out Qalatasaray. Can Mirzə top ikisi. Amma out yenə Qalatasarayın. Can Mirzə yaxında Kamal top istəyir. Kamranı oynayır. Kamran zərbə 3-cü zərbəsi. Pas gəldi, qarşıladı Beşiktaşlılar. Burada Kamal yeriyirdi. Rəşid pası Pünhan zərbə mövqeyinə çıxacaq mı? Zərbə gəldi və qol. İlqar hesabı 2-2 edir. Özünün və komandasının ikinci qolunu atır. Qarmasının 22-ci dəqiqəsində. Galatasaraylılar öz aralarında mübahisə edirlər. Kamal Pınalı gerdə qoydu. Zərbə indirdi Orxan üçün rahat top. Pünhan topu saxlaya bildi. Qarşısında Sakit var. Keçənmədi. Kamal. Kamranla oynadı. Kamran keçib vura biləcəmir. Zərbə indirdi out. Beşiktaş qapıdan zərbə yeniləcək. Rəşid, Ramil saxlaya bilmədi. Alqışlayır dostuna. Sağ ol deyir. Qəşəng pas olduğunu bildirir. Out. Sakit. Emin. Can Mirzəni düşündü. Rəşid topu aldı. Kamal. Kamran qəşəng saxladı. Qəşəng. Kamal. Orxan. Çıxardır. Üçüncü zərbəsindən gələn topu Kamran başı ilə ram edə bilmədi. Out Beşiktaşın. Pünhan. İlqar pası Ramil çox rahat. Amma profesional deyil. Çünki Fenerbahçalıdır. Devam edirik. Sakit. Əli ilə göstərdi Kamrana. Daha doğrusu Kamala, amma Kamal başa düşmədi. Rəşidin Rabona zərbəsi. Ağa qəşəng almışdı bu arada Rəşidin zərbəsi. Can Mirzə topu saxlaya bilmir. Ramil. Pünhan. Pünhan açıldı biraz. Pasına ötəcək zərbə vuracaq. Pünhan Emin çiyin atdı. Out Beşiktaşın. Pünhan. Ramilə Sakit var qarşısında. Ramilin zərbəsi Sakitdən qayıdır. Rəşid sağa çəkdi. Zərbə vurdu 9-luğa. 24-cü dəqiqə Rəşidin zərbəsi. Daha doğrusu Rəşid fərqlənir. Beşiktaş üst köməyə keçir. Kamran Rəşidə bir ayaq arası. İndi Rəşid topu alırlar Beşiktaşlılar. Rəşidin pası Ramil. Sağda Pünhan. Pas Sakit qarşılayır. Ağa top saxlayır. Kamranla oynuyor. Dərhal hücuma çıxmaq istəyir Galatasaraylılar. Kamran solda Kamalı gördü. Kamal ötürə bilmədi. İndi İlqar. Pünhan. Ramil görmək istədi amma Ramil 1 metr arxada qaldı topdan.
Dərhal başlayır ağa. Kamran. Rəşid. Kamran. Burada bir. Kamran biraz sert oynuyor. Rəşid. Yüncülcə beyni söndürür. Sakit kəllə ilə topu auta göndərir. Pünhan, Ramil, Pünhan. Pası Sakitdən qayıdır. Can Mirzə. Solda Kamran görmək istədi. Ruslan topun qarşısını kəsdi. İndi Beşiktaş out ilə istəyəcək. Ramil. Pası sağdan ortadılar. Can Mirzə vuranmadı. İndi vurdu. Emin. Kamran Orxan keçmək istədi. Zərbəsi və gol. 3-3. Kamran özünün komandasının 3-cü qolunu attı. Maçın 26-cı dəqiqəsində hesab yenidən bərabərləşir. Hesab 3-3 olur maçın 26-cı dəqiqəsində. Rəşid qarşısında Kamran var. Rəşidin pası Ramil. Mərkəzə meyllənir. Eminin əlini dəyir burada top. Zərmə zərbəsi yeni tezək Beşiktaşlılar. 3 nəfərlik canlı set. Canlı setdə Can Mirzə, Sakit və Emin var. Ramil, Rəşid. Blok. Rəşid out. Yeni itirir Ramil. Solda Rəşid var. Can Mirzə mi? Emin. Emin idi o. Emin. Topa çatır amma Rəşid zərbəni Eminin ayağına vurur. Two hours later. Bəli, axır ki Emin ayağa durur. Sakit Kamranla oynayır. Kamran. Ruslan ondan topu alır. Rəşid. Rəşid zərbəsi ağa. Rəşid. Kamran gördü qoydu zərbəsi ağa. Divarda ağa qapıda. İlqarın zərbəsi blok gəldi Kamrandan. Daha doğrusu Ruslanın zərbəsi. Pünhan. Pünhan gelir. Pünhan. Kamal qarşısını kəsir. Pünhan out getirdi. Kamran. Hazır Kamal. İndi Kamran. Sağ açıldı. Kamran zərbə Orxan. Topla irəliləyir. Çox rahat gedir. İndi pasını ötüdür Rəşidə. Rəşid zərbə mövqeyi. Qapıdan bir xeyli aralı getir top. Kamal. Sakit. Can Mirzə saxlaya bilmir. Kamal topu aldı göndərdi. Beşiktaş yenidən alt yeni itəcək. Rəşid açıldı, zərbəsi və gol. Qarşısını ala bilmədilər Rəşidin. Maçın 30-cu dəqiqəsində özünün ikinci, komandasının 4-cü qolunu atır Rəşid. Kamal. Emin. Kamran gəlmir, top Ruslan. Pas Ramildən Rəşid. Pas Can Mirzə qarşısını kəsir topun. Rəşid pası Ramilə. Sakit keçməyə çalışır.
Kim toxunacaq topa? Emin, Sakit, Can Mirzə. Öz irəliləyir. Pas etməyə lazım edir Pinhan. Rəşid, Sakit qarşılayır. Emin, Pinhan. Ruslan, İlqar. Sağda Rəşid. Sakit var qarşısında. Pası İlqara. Burada Ruslan fərqlənir. 31-ci dəqiqədə komandasını rəqiblə fərqdə 2 fərqlə keçirir. Ruslan, Sakit. Boşda olan komanda başı tapmır. İndi Kamranı ötürür. Kamran da Rəşada kəsə bilmir. Rəşid. Ramillə divar pası və Rəşid özünün 3-cü, komandasının 6-cı qolunu atır maçın 32-ci dəqiqəsində və buradan etibarən oyun qopur. Qalatasaraylılar 2-0 önə keçdiyi oyunda 6-3 geriyə düşür. Qalatasaraylılar arasında artıq iplər gərilir. Bir-birinə səs yüksləşmələr, əsəbləşmələr. Qalatasaray bu deyil. Orxan uzun oynayır. Rəşad əvvəl Ağa Can Mirzə uzaqlaşdırır. Out. Yeni top ikisi. Orxan, Ramil. Qarşısında Emin var. Out. Yine Beşiktaş. Orxan, Ramil. Emin pressing edir. Ramil'in pası Pinhan saxlaya bilmədi. Kamal. Emin. Rəşid qarşılayır. Emin. Orxan. Ramil. Rəşid. Rəşid sağ tərəfə meylənir, postunu ötürür. Ramildən əvvəl Sakit. Topu alta göndərir. Rəşid. Ramil. Kamal qarşılamaq çalışdı. Ağa çıxarda bilmədi bu topu. Bu səfər də Rəşad fərqlənir. Maçın 33-cü dəqiqəsi. Hər halda belə baxıram. Qapıcıdan başqa demək olar, hamı fərqlənib Beşiktaşda. 4 ayrı nəfər İlqar, Rəşid, Ruslan və Rəşadın qolları. 7-3 önə keçir Beşiktaş. Kamal. Kamran. Rəşad qarşılayır. Out. Sakit. Top ikisi ve İlqanın arxasında alır top ve Real gol şansı bitirilir. Mirzə sağda sol kanalda 3 nəfər boşdayken top ikisi maçın 34-cü dəqiqəsi Rəşad fərqlənir. Yani 30-cu dəqiqədən bəri hər dəqiqədə gol vuruldu. 30, 31, 32, 30, 34-cü dəqiqədə Beşiktaş fərqləndi və hesab arasındakı fərq artıq 5-dir. 8-3. Rəşad arxaya buraxır. Rəşid sağda Pinhan saxlayabilir topu. Emin vermir. Pinhan solda. Rəşad, Rəşid Can Mirzə var qarşısında. Rəşidin pası out. Ağa qapıdan zərbəni yetirir. Kamal
Solda Sacit var. Uzaqda Kamranla oynuyor. Kamran topu saxlaya bilmir. Out. Maçın bitməyinə 13 dəqiqə qalıb. Orxan, Ramil, Kamalı keçirməyə çalışdı. Emin qarşıladı. Akrobatik uzaqlaşdırma. Kamal, Kamran, zərbə mövqeyi qarşısında Rəşid var. Kamran keçdi. Zərbə gəldiymi? Gəlmir. Ruslan uzanaraq topun qarşısında blok etdi. Orxan topu ata göndərir. Kamran 3 nəfər var. Yüzündə Rəşid blok eləyir. Ramil. Ramildən Rəşidə Emin çıxardır topu. Out Galatasaray'ın. Emin'den Kamran'a. Kamran ötəcəkmi? Ötürür. Blok. Rəşid top alta sıxmadan saxlaya bilir. Rəşid indi Beşiktaş hücumu. Pas Ramil. Sacit gəlir. Ağaya bıraxmışdı orada amma başa düşmədilər. İndi Pünhan. Topu saxlaya bilir. Rəşad qarşılayır. Kamal, Kamran istiqamətinə. Kamran ötəcəkmi? Kamran Rəşad var qarşısında. Topu alır ondan Rəşad. Çox yorulub Kamran. Rəşad Can Mirzə ilə toqquşurlar burada. Rəşad yerdə qalıb. Amma Galatasaray hücum edir. Kamal out Galatasaray'ın. Rəşad ayağa qalxdı. Kamalın pası Kamranı kesir. Out Beşiktaş'ın. Pünhan Sacit sağına seçti. Pünhan müvazədirlər. Rəşid qarşısında Emin var idi. Ağa Sacit Pünhanı kesemir Sacit. Ruslan sağ sınavda Rəşid. Ramil Rəşid çevrildi. Ramil'i gördü. Kamal'ı kesmeye çalışırdı. Ramil out Galatasaray'ın. Kamal Telesmir. Kamal'dan əvvəl blok gəlir orada. Out yine Galatasaray'ın. Ruslan Adolfo İlgar. İlgar'ın pası Ramil. Ramil sağda, Rəşid solda, Pünhan var. Ramil sağ keçir. Emin arxadan gəlib çatır. Topu kün zərbəsinə korner göndərir. Pünhan Ramil oynadı. Can Mirzə blok. Out Beşiktaş'ın. Pünhan zərbə indirmək üçün mövqe axtarır. İcazə vermir Galatasaraylılar. Ağa dərhal Kamran oynuyor. Rəşad Orxan üçün saxlayır topu. Kamal yaxşı ram edə bilmir. Out Beşiktaş'ın. Rəşid pas Ramil istiqamətinə. Qarşısında Emin var. Ramil Emin'i keçməyə çalışırdı. Ağa çatdı topu. Ağadan bir qapıdan digər qapıya pas. Orxan Sacit və bəli gəldi. Sacit işlə vəkəllər. Rəşid Rəşid havadan gələn topa gəlişinə zərbə vurur. Maçın 39-cu dəqiqəsində komandasını 9-3 önə keçirir. Kamran out. Son 10 dəqiqə maçın bitimine qalan Rəşid out. Emin, Kamal geride qoyur Rəşadı. Mərkəzə doğru meydanın qarşısında Pünhan var. Solda Kamran gördü. Kamran saxlaya bilmədi. Rəşid keçir rəqiblərini. Canlıqlarına gəlməyə çalışdı. Out. Pünhan Rəşid gördü.
Can Mirzə topu alır, Rəşiddən pasını verir. Ruslan, Rəşid. Kamran topu aldı. Kamal indi hücum tərk olurlar. 4 nəfərdirlər. Kamran saxlaya bilmədi topu. Ramil. Ramilin pası heç kim yoxdur burada. Out Galatasaray. Can Mirzə. Kamal. Kamal pası sakitlə oynadı. Emin var yanında. Kamran var. Kamal da gəlir. Pasını verdi Eminə. Kamran geriyə qayıtdı. Kamran Rəşad topu atı göndərir. Pası Atıcıya. Orxan. Günhan. Can Mirzə var qarşısında. Topu saxlaya bilir. Ötürə biləcəyimiz zərbəni vuracaq. Pasını ötürməyə çalışdı. Sakitdə olmadı. Rəşid. Rəşid irəliyir. 3 nəfərdilər. Açtma dirək. Ağa. Dirək şurada Galatasaraydan köməyə çatır. Orxan. Ramil. Ağa. Ramil zərbə vuranmır. Qəşəy təşəkkür edir. Bu pasa görə qapısına. Ruslan. Out. Galatasarayın sakit gəldi, amma ötürməyə adam tapmır burada. Gəlin deyir. Kimə ötürüm deyir. Kamranı ötürdü Kamrana. Ramil gəldi. Kamran zərbə mövqeyə pas ötürəcəkmi? Ötürmür. Bomboş sakit. Ötürmür Kamran. Emin. Taban pası Kamala. Kamalın pası Kamran. 4 nəfərdilər. Kamran zərbə vurmağı seçir. Orxan qaytarır. Ramil Rəşid üçün saxladı. Rəşid Kamranı keçə bilmir. Rəşid. Kamran alır topu. Rəşad gəlib çatır. Orxan. Pası Ramil saxlaya bilmədi. Out. Galatasarayın. Kamal. Kamal Ramil var qarşısında. Kamal sağa doğru meylənir. Pasını verdi. Kamran ötürəcəyimiz zərbə vuracaq. Zərbə vurur. Və gol. Maçın 43-cü dəqiqəsində Kamran fərqlənir. Özünün 3-cü, komandasının 4-cü qolunu atır. 9-4 olur hesab. Ruslan. Ruslanın pası Ramil yaxşı saxlaya bilmir topu. Out Galatasarayın. Kamal. Emin topu arxa yumşaq nahiyəsi ilə saxlamağa çalışdı və top out'a getdi. Orxan. Orxanın pası out. Ağa. Günhan qapısına doğru geriyə kəllə pası. Orxan özü gedir bu səfər. Pasını verdi. Can Mirzə və Kamal buraxdı. Ağa qapısını yenə toxunmaz saxlayır. Out Galatasarayın. Kamal. Son 5 dəqiqə maçın bitməsinə. Kamran buraxdı. Emin topu xəttdən xilas edir Ruslan. Və Emin yenə zədələnir. Ruslan qapısını Real qoldan xilas edir. Top artıq xətti keçirdi ki, Ruslan çıxardır və Emin burada qapısı ilə toqquşur, yerdə qalır. Artıq burada Galatasaraylılar başa düşür, məğlubiyyəti başa düşürlər. Rəqibləri güclü idi. Bu səfər onların sırası idi. Aşkın olayım səsləri gəlir burada. Emin inşallah ayağa duracaq bugün. Durdu. 3-cü zərbəsində sakitliyin itirəcək.
oyuncular dostları yoxdur. Pası Kamrana gəlirdi. Kamran saxlaya bilmədi topu. Out Beşiktaşın. Son 4 dəqiqə. Sakit çatdı topa Kamran. Pasını ötürəcəkmi? Yenə ötürmür. Kamran yenə ötürmür. Beşiktaşlar hücuma çıxmaq istəyirlər. Kamran pas ötürəcəkmi? Yenə ötürmür. Qayda pozuntusu. Kamal cəmə zəvəni itəcək. Kamrana buraxır. Qapıya indirdiyi zərbə. Out. Orxan. Uzun oynuyor. Rəşad qarşılayır. Pasını verdi. Kamal. Yeniden Rəşada. Ramil bulmuştur. Ramil zərbəsi ağa qarşılayır. Çıxardır topu. Rəşad. Ramil. Solda Pünhan var. Rəşadı görmək istədi. Sakit. Çıxarda bilmədi topu. Rəşad. Qarşılama saçlılar ama İlqar bomboşdur. Diləri deyir top. Can Mirzə dolaşdırır. Kamran. Rəşadla buradan bazı aparırlar. Ruslan. Basır Ramilə. Emin uzaqlaşdırır. Sakit çatmayacaq topa. Orxan. Ağa qarşılayır. Pünhan. Emin var qarşısında. Pünhan. Zərbə. Ağa çıxardır topu. Son 2 dəqiqə. Qayda pozuntusu mu oldu? Elle oyun mu oldu? Ne oldu? Ağa qıraqda mı toxundu? Nəsə baş verdi ama Pünhanın zərbəsi out. Kamal. Kamran. Ruslan var qarşısında. Kamran. Kesəcəkmi? Keçdi. Zərbəsi alacaqmı? Kamal sağa meyilləndi. Pası Kamran out. Orxanın pası Ramil çatmadı. Can Mirzə out yerini itirəcək. Son 1 dəqiqə yarım. Rəşad. Emin var qarşısında. İlqar. Eminə dəydi top. Sakit hücuma çıxacaq. Sakit satmır. İkinci zərbəsi. Sakit yerini itirir. Can Mirzə ilə oynayır. Can Mirzənin zərbəsi Orxan. Ruslan. Pünhan. Pünhanın pası Kamal. Kamran. Dərhal vurur. Kapısı Orxan. Kamran yenə ötürmüş. Bomboş yer sakit. Kamalın zərbəsi və gol. Burada etirazlar var. Xəttdən gol olmadığına dair etirazlar var. Gol qeydə alınır. Maçın 49 dəqiqəsində Galatasaray hesab arasında fərqi endirir 4 topa. Kamranın zərbəsi gol. Maçın 49 dəqiqəsində hesab 3 topa enir. 9-6. Pünhan. Son saniyeler artık maçta. Ramil. Emin topu çıxardır. Ramil'in pası İlqarın zərbəsi və gol. Bu da maçda son gol olur. Maç Beşiktaşların 16 üstünlüğüyle bitir.